12 dekabr 2003-cü il Heydər Əliyevin vəfat günü kimi rəsmiləşib. Amma o dövrü xatırlayanların çoxu kimi mən də hesab edirəm ki, bu tarix tam dəqiq deyil. Çünki 2003-cü ilin iyulundan başlayaraq ölkədə hər kəsin dilində eyni sual var idi. Heydər Əliyev sağdır, yoxsa bu mövzu o qədər uzanmışdı ki, artıq lətifələrə çevrilmişdi. İndi həmin lətifələri xatırlatmağa ehtiyac yoxdur. Sözüm başqa məsələ haqqındadır. Heydər Əliyevin ölümü təkcə bir siyasi dövr deyil, bir çox illüziyaları da bitirdi. Çoxları düşünürdü ki, onun getməsi ilə siyasi mühit yumşalacaq, dövlət idarəçiliyində sərtlik azalacaq. Mən yaxşı xatırlayıram. İlham Əliyevin adı siyasətdə hallanmağa təzə başlayanda Əbülfəz Elçibəyə sülalə rejiminin mümkünlüyü barədə sual vermişdilər. O isə demişdi ki, belə bir rejim qurmaq üçün xüsusi qəddarlıq və tiranlıq lazımdır. İlham Əliyev isə atasının keçdiyi sərt məktəbdən, KGB tərbiyəsindən keçməyib, ona görə də bunu edə bilməz. Lakin tarix göstərdi ki, vəziyyət tam əksi oldu. O məşhur lətifədə deyildiyi kimi, İlham Əliyev atasına rəhmət oxutdurdu. Məncə Heydər Əliyevin özü yox, məhz məzarı sonrakı illərdə cəmiyyət üçün böyük bir aydınlaşdırıcı rol oynadı. 90-cı illərin siyasətini izləyənlər bilir. O dövrdə maskirovka siyasəti çox işlək idi. Saxta müxalifət partiyaları var idi, elə indiki kimi və onlar xalqı çaşdırmaqda indikindən çox ustaca oynayırdılar. Heydər Əliyev buna şərait yaradırdı. Cibində gəzdirib lazım gələndə səhnəyə çıxartdığı siyasətçilərə bəzən onun özünü sərt tənqid etməyə belə imkan yaradırdı. Bu icazəli cəsarət idi və xalqı asanlıqla çaşdıra bilirdi. Elə həmin dövrdə kimdir əsl müxalifət sualı ilk dəfə ciddiyyətə mindi. Əbülfəz Elçibəyin bir sözü də yaddaşımdadır. O bu mövzuya xitaban demişdi ki, hər atasından küstüyünə görə hakimiyyəti tənqid edənlərə müxalifətçi demək olmaz. Belə bir saxta teatr Heydər Əliyevin ölümü ilə başa çatdı. Yeni dövr artıq tam itaət tələb edirdi. Cibdə gəzdirilən siyasətçilərin öz fəaliyyəti tamamlandı və onların kimliyi lap aydın şəkildə Heydər Əliyevin məzarı qarşısında üzə çıxdı. O gündən bu günə qədər hansı adla izah olunmasından asılı olmayaraq protokol, ənənə, sayğı duruşu və s. həmin məzar önündə düzülüb boynun bükən siyasətçilərin heç birini xalqın dərdinə yanan, gerçək mübariz adam kimi görməzsiniz. Ancaq qəm yeməyə dəyməz. Şükürlər olsun ki, o məzar önündə dik duruşunu saxlayan, o məzarı səcdəgah kimi tanımayan, mübarizəsini davam elətdirən xeyli sayda insanlarımız var. Mən onların qarşısında ehtiramla baş əyirəm.